Salam hər kəsə. Bu gün ev şəraitində film zakuskasını necə hazırlayırlar, onu sizlərə göstərəcəm. Bizə lazım olan məhsullar yalnız zakuska mağazaları şəbəkəsində tapa biləcəyiniz Dağıstan pendiri. Bu mütləqdir. Lays paprika, xrustim. İstəyə görə istədiyiniz çeşiddə xrustim götürə bilərsiniz. Mənim seçimim budur. Və limon. İlk öncə Dağıstan pendirini götürürük və bunu xırda hissələrə bu şəkildə doğrayırıq. Nə qədər bol olsa o qədər yaxşıdır. İncə-incə doğrayırıq bunu da. Doğradıkdan sonra bunu bir qaba tökürük. Daha sonra xrustim slice'ını götürüb əlavə edirik doğradığımız pendirin üzərinə. Gözə yarı baxırıq, bəs olan zaman saxlamanız kifayətdir. Məncə bəs eləyər. İndi isə paprika cipsini götürürük və bunu əzişdiririk. Əzdikdən sonra əlavə edirik qarşımızın üzərinə. Yenə də gözə yarı baxırıq, bəs olduğu zaman saxlayırıq. Cipsimizi də əlavə elədikdən sonra qarışımımızı qarışdırırıq, yaxşıca qarışdırırıq. İstəyə uyğun olaraq şüyüt göyərtisini də əlavə edə bilərsiniz. Limonumuzu götürürük, limonumuzu ortadan bölürük və qarışdırdığımız məhsulun üzərinə yaxşıca sıxırıq. İstəyə görə özünüz nizamlaya bilərsiniz limonun az və yaxud çox olmasını. Mən çox xoşladığıma görə daha çox sıxacağam. Və artıq filmimiz hazırdır. Həqiqətən çox yaxşıdır. Məncə yoxlaya bilərsiniz.